şəhərində, Xəzinə Şadlıq Sarayının yaxınlığında, 119-un yolunda, Astanovkanın bir addımlığında demək olar ki, Kupçalı şəxsi tikili belə bir həyət evi çıxıb satışa, 4 otaqlı. Burası həyətidir, görürsüz. Burada Qaladovka kimi yeri var, əşyaları yığmaqdan ötəridir. Çox səliqəli, şəxsi tikilidir. Nəzərinizə çatdırım, Kupçalıdır. Ərazi olaraq çox gözəl bir yerdədir. Nəzərinizə çatdırım, qaz, su, işıq daimidir. Hər bir şey yüksək səviyyədədir. 4 otaqlı. Burada görürsüz, hidrofor yeri var. Motorxanasıdır. Həyətində ayrı-ayrılıqda hamam sanuzeli yerləşir. Həyətində mətbəx mebeli də var. Burada görürsüz, sanuzel hissəsidir. Və burada hamam hissəsi. Hamam sanuzeli ayrı-ayrılıqdadır. Pitim nütkası var. Kombi sistemi var. Çox gözəldir, səliqəlidir. Olmayan şey yoxdur bu yerdə də, nəzərinizə çatdırım. Keçək daxil hissələ tanış olaq. Bəli, demək olar ki, evimizə daxil olduqda sağda mətbəxi yerləşir. Çox səliqəli, gözəl bir evimizdir. Nəzərinizə çatdırım, Kupçalıdır. 4 otaqlıdır. Burası isə yataq otağıdır. Belə gözəl bir yataq otağı var. Keçək digər otaqlara. Burada bir yataq otağı var. Evimizə həqiqətən söz ola bilməz də. Elə bil ki, konkret olaraq rayonlarda necə böyük evlər olur, həyət evləri. Bax, elə bir evdir. Şəxsi tikili, qoşa daş. Hətta olmayan bir şey var burada. Nəzərinizə çatdırım ki, yataq otağından hamam sanuzelə xodu var. Keçək digər otaqlarla tanış olaq əzizləyicilər. Qiyməti də çox gözəldir, çox münasibdir. Bura ütü otağıdır. Ev sahibi buranı öz üçün ütü otağı eləyib. Və burası möhtəşəm olaraq qonaq otağıdır. Əzizləyicilər, bu ev kim üçün maraqlıdırsa, Kupçalı, şəxsi tikili, belə gözəl təmirli bir ev istəyirsinizsə, kanalımıza abunə olun. Qiymətini açıqlayayım sizə. 85.000 manat. Əzizləyicilər, bu günə bu qədər, var olun, sağ olun.